Birinci söz, bir inci söz. Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Mən dünyanı belə gördüm adı altında birdən 200-ə qədər səsli kitablar. 10-cu kitab. Bir hekayə, bir xatirə, bir söhbət. Bir hekayə. Dərdlə dolu dünyamız. Dünyanın dərdi aclıq, susuzluq deyil. Dünyanın dərdi Allahı tanımamaq, ona arxa çevirmək, onu inkar edərək yaşamaqdır. Gün ortadan keçmişdi. Asr namazına hələ 2 saat qalmışdı. Yayın qızmar istisindən gizlənməyə yer axtaran kənd əhli kimi Murad Xoca da məscidin arxa həyətindəki çınar ağaclarından əmələ gəlmiş kölgəlikdə tək oturmuşdu. İnsanların dözülməz istidən qorunmaq kimi bir dərdləri olmasaydı, Murad Xoca da bugün burada tək oturmazdı. SSR-nin dağılmasından 10 illiklər keçmiş, öz müstəqilliyini tanıyan bütün respublikaların gündəlik həyatında ruslardan qalma standartlardan qismən də olsa qaçışlar baş vermiş, millətlərin həyatlarında yeni kəlmələr öz yerini bərkitmişdi. Belə standartlardan biri də Sovet vaxtı bütün müslüm xalqların din xadimlərinə ucdan tutma molla demək idi ki, müstəqil Azərbaycanda dinə xidmət edən adamlara hələ bugün də molla deyə müraciət edənlər vardır. Ancaq bunlar xalqın yalnız şiə qismidir. Şiə qismi o zamanlar yerli xalqın böyük bir hissəsini təşkil edirdi. Xalqın içində sünni kəsmində mövcud olmasına baxmayaraq, güclü təzyiqlərə məruz qalan bu kəsim Sovetlər dövründə zəif boy göstərmək zorunda qalırdı. Sovet dönəmində onların haqları daima tapdanır, imanları şübhə altına alınır, fəaliyyətləri qısıqlanırdı. Son illərdə Türkiyə ilə sərhədlərin açılması, bu iki xalqın yaxınlaşması hər sahədə çox gözəl nəticələr verdi ki, bunlardan biri də sünnət əhlinin həyatında önəmli dəyişikliklərin baş verməsi oldu. İllər keçdikcə sünnət əhlinin durumu xeyli yaxşılaşdı, sıraları artmağa başladı. Xalqın bir qismi öz dini xadimlərinə türklər kimi xoca deyə müraciət etməyə başladılar. Sünnət əhli öz xocalarına artıq onların bilik səviyyələrinə görə qazandıqları elmi titullara uyğun olaraq bəzən imam, bəzən də şeyx deyə müraciət edirdilər. Xalq içində sadə bir müraciət də var idi ki, bir-birinə əxi deyə müraciət edənlər bu kəlmə ilə özlərinin sıradan bir sünnət əhli olduqlarına işarət edirdilər. Türkiyə ilə yaxınlaşma, bir də çoxlarının dini təhsilinin Türkiyədə almış olması sünnət əhlinin eyni yolu təqib eləməsinə gətirib çıxartdı. Bütün bunlar da dini təhsilə cavabdeh olanlara, məsciddə ibadətlərə nəzarət edənlərə xoca demək kimi bir yeniliyi də Azərbaycan xalqının həyatına gətirdiyi bu sözlə xalqın həyatında öz yerini tutmuş oldu. Əski Sovetlərdən qalma bütün toplumların din xadimlərinə molla deyilişi də SSR-in özü kimi tanınan bir sistemin özü kimi artıq tarixin keçmiş səhifələrində bir küncə atılmış, onun yerini yeni nəsil isimlər, yeni dini titullar tutmuşdu. Bu səbəbdən də artıq bir məscidin din xadiminə xoca demək də qulaqların artıq çoxdan alışdığı, mənasının da hər kəsə aydın olduğu bir kəlmə halına gəlmişdi. Murad Xoca da bir zamanlar Misirdə İslam dini üzrə təhsil alan gənclərdən olmuşdu ki, doğma kəndinə dini məsələlərlə məşğul olan Muradda məscidə fəaliyyətə başladığı ilk gündən Murad Xoca deyirdilər. Əksər günlərdən fərqli olaraq Murad Xoca bugün kölgəlikdə tək oturmuşdu. Onun kimi bir adamın tək qalması çox nadir hallarda olan şeydir. Bugün bu sərinlikdə başında kimsənin olmaması insanların dözülməz istilərə təslim olması ilə əlaqəli bir şeydir. Bugün hava bu qədər isti olmasaydı, indi də onun başına kəndin cəmaatından ən azı 5-6 adam toplanacaqdı. İnsanların hamısı olmasa da, rayonun ən böyük kəndi sayılan Söyüdlü kəndində Murad Xocaya inanan, onun fikirlərinə şərik çıxan, onun ətrafında toplaşan da az deyildi. Doğrudur, Murad Xocaya görə özünü Müslüm ölkəsi adlandıran böyük bir respublika üçün bu göstərici dəryada bir damcı kimi idi. Digər ki, belə ümidsiz düşüncələrə dalıb getdiyi vaxtlarda Murad Xocaya dama-dama göl olar atalar sözü də bir ümid mənbəyi ola bilirdi.
Söğütlü kəndində Murad Xocanın əvvəldən də hörməti az deyildi. Bu kənddə doğulub böyümüş, Bakı Dövlət Universitetinin fizika, riyaziyyat fakültəsini bitirib bir müəllim kimi kəndə geri dönmüş. 10 il boyunca əvvəlcə sadəcə bir müəllim kimi, daha sonra bir məktəb direktoru kimi doğma elinə, obasına sədaqətlə xidmət eləmişdi Murad Xoca. Bir gün bir qəfil əqidəsini də, vəzifəsini də, həyatını da dəyişməsi ilk vaxtlar insanları ondan soyutdusa da, sonraki illərdə müdrik insanlar Murad Xocadakı bu dəyişikliyin xeyrə nəsib olduğunu gördülər. Onun vicdanlı, qeyrətli bir insan olmaq kimi dəyərlərindən heç nəyin əskilmədiyinə şahid olunca yenidən ona isinişməyə başladılar. 8 il əvvəl Murad Xocada baş vermiş o dəyişikliyin səbəbini bugün də heç kim bilmirdi. Bu qəfil dəyişikliyin səbəbi bir tək Murad Xocanın özü bilirdi. Hər yadına düşəndə də məsləyini dəyişmək üçün uzun-uzadı düşündüyü, götür-qoy elədiyi o illəri boş-boşuna itirdiyi üçün Murad Xoca peşmançılıq çəkir. Onun həyatının kökündən dəyişməsinə səbəbkar olan Sərxan Xocanın ruhuna rəhmətlər oxuyur. Onun dediklərinə çox gec gəldiyinə içdən-içə yanıb yaxılırdı. Halbuki Sərxan Xocanın tövsiyələrini o vaxt qəbul eləsəydi, həmin andan da həyatını da, məsləyini də dəyişsəydi, indiyə qədər kənddə çox işlər görə bilər, neçə ildir tikdirməyə çalışdığı mədrəsəni də çoxdan tikdirib başa gətirmiş olardı. Bu mədrəsə məsələsini illərdir ki, hərəkətə gətirə bilməyən Murad Xoca nəhayət bu il onu da 1 milyonçu türk iş adamının maddi dəstəyi və aracılıq ilə hərəkətə gətirə bildi. Söğütlü kəndində bir mədrəsə tikilirdi. Bundan belə Söğütlü kəndinin özünün mədrəsəsi olacaqdı. O mədrəsədə təkcə bu kəndin əhli deyil, ətraf kəndlərin, bəlkə də Bakının da gəncləri təhsil ala biləcəkdilər. Mədrəsə Murad Xocanın xəyalındakı bir səviyyədə gerçəkləşə bilsəydi, daha gənclər dini elm almaq üçün Suriyaya, Misirə, Səudiyyəyə getməli olmayacaqdılar. Bu ölkələrdə dini təhsil almaq çox bahalı olmaqdan əlavə, bir də çoxları üçün aşılmaz şərtlərdən keçirdi. Murad Xoca özü 5 il boyunca Misirdə təhsil alarkən bu cür çətinliklərdən özü də keçmişdi. Amma indi bu mədrəsə sayəsində könlündə İslamla yaşamaq arzusu bəsləyən, həyatını Allah yoluna həsr etməyə niyyət edən hər kəsin doğma kəndində dini savad ala bilmək kimi şansı olacaqdı. Hər kəs dünyanın bütün dini müsabiqələrinə evinin içindən qatıla biləcək, bu yolla ən yüksək elmi biliklərə də ulaşa biləcəkdi. Artıq 3 il idi ki, Murad Xoca Söğütlü kəndində məscidin imamı kimi bir mövqe tuturdu. Sərxan Xocadan sonra Murad Xocadan da əvvəl bu məsciddə xocalıq edənlər olmuşdu. Ancaq onların heç biri fədakar ola bilmədi. Cüzi problem yaranan kimi xidmət yerlərini buraxıb getdilər. Hara getdilər? Getdikləri yerdə nələrə nail oldular? Bunu bilən olmadı. Bir gün də gəldi ki, o vəzifəni bundan əvvəl kənd məktəbinin direktoru olan Murad Xoca tutdu. Bu məsləkə sahib olmaq, doğma kəndində xocalıq görəvini yerinə yetirmək üçün Murad Xoca çox zəhmət çəkdi, uzun bir yol qət elədi. Bu vəzifəyə gəldiyi gün ən böyük arzusuna çatdığı üçün dərindən bir nəfəs aldı. Halbuki burada da onun işi az deyildi. Gündə 5 dəfə kənd əhlinə namaz qıldırmaqdan əlavə onun kiçik yaşlı məktəblərə də, gənclərə də cədvəl üzrə Quran dərsləri deməyi də var idi. Bir də mağrib namazından sonra İşa namazının vaxtına qədər olan zaman içində yaşlı nəsil ilə üz-üzə oturub onlarla söhbət eləməyi, onların suallarına cavab verməyi, İslam tarixində maraqlı hadisələr danışmağı da var idi Murad Xocanın. O gördüyü bütün işlərə böyük məsuliyyətlə yanaşırdı. Verdiyi hər dərsin, apardığı hər söhbətin beyinlərə işləməsinə, zəkalarda iz buraxmasına nail olmağa çalışırdı. Vaxt olurdu ki, yaşlı nəslə Qurandan surələr oxuyur, onların anlamını sadə dillə insanlara anladırdı. Murad Xoca özü də hiss edirdi ki, insanlar bu söhbətlərə ac idilər. Onlar bu söhbətlərə həvəslə gəlirdilər. Görünürdü ki, məsciddə keçirdikləri bu zaman kəsiminin onlar üçün əhəmiyyəti var idi. Onlar bu söhbətləri sevirdilər. Azərbaycan bugünkü təbiri ilə deyilsə, layiq bir ölkə idi. Ölkəni yönətən məmurların hamısının bir nəfər kimi dindən uzaq, həm də çox uzaq olduğunu, iş başında duran ən kiçik məmurun da inkarçı mövqedə durduğunu, o mövqedən də yaxasını başını cıra-cıra dini, imanı
necə bir ciddi cəhdlə inkar etdiyini görəndə Murad Xocanın gördüyü işlər onun öz gözündə qiymətə minirdi. Murad Xoca ancaq bu zaman necə bir mürtəd cəmiyyətdə yaşadığını anlayır, bu cür şəraitdə hələ bu qədərinə nail ola bildiyinə də şükür edirdi. Özünü Sərxan Xocanın davamçısı hesab edən Murad Xoca əqidəsini dəyişəndən sonra Sərxan Xocanın həyatını təfsilatı ilə öyrənmiş, onun daha çətin durumlarda, cahilliyin sağalmaz yara kimi kəndi sardığı bir zamanlarda nə qədər əhəmiyyətli işlər görə bildiyinə heyran qalmışdı. Sağlığında bu adamla heç bir əlaqəsi olmamışsa da, Murad Xoca ancaq ölümündən sonra Sərxan Xocanın necə bir insan olduğunu, kənd əhlini Allaha yönəltmək yolunda necə böyük çətinliklərdən keçməli olduğunu, təhqirlərə, təzyiqlərə məruz qaldığını, tez-tez həbs olunduğunu öyrəndikdən sonra onu özünə bir müəllim qəbul elədi. Özünü də onun davamçısı hesab eləməyə başladı. Halbuki Murad gözünü açıb Sərxan Xocanı bu məsciddə xocalıq edən görmüşdü. Nə var ki, ölkənin başlıca siyasətində Allahı inkar etmək var idi. Bu səbəblə dövlət hələ bu gün də dini qadağan edirdi. Murad özü şahid idi ki, hələ bu gün də yerlərdə din xadimləri ilə hər əmrə tabi olan sıradan bir məmur kimi rəftar edilir. Onların dini söhbətlər zamanı aparacaqları xütbələrdə nələri deyib, nələri deməyəcəklərinə rüşvətxor məmurlar qərar verirdilər. Bu durum da təkcə din xadimlərinə qarşı deyil, İslamı yaşamaq istəyən bütöv bir xalqa qarşı edilmiş ən böyük zülüm idi əslində. Murad Xoca da bu kənddə doğulub böyümüşdü. O, orta məktəbdə oxuduğu illərdə elmə biliyə böyük maraq göstərən fəal şagirdlərdən biri idi. Çünki niyyəti oxumaq, bir məslək sahibi olmaq idi. Kəndin ictimai həyatında çox şeyə vaxt tapmayan Muradın günü kitabların arasında elmi axtarışmalarda keçirdi. Odur ki, bu boyda kəndin ictimai həyatında ancaq məscidə 5-10 adama namaz qıldırmaqla, bir də rəhmətə gedən insanların məscidə kəfənləyib məzarlığa yola salmaqla məşğul olan Sərxan Xocanın Muradla yolları çox nadir hallarda kəsişirdi. Murad hər zaman bu ağsaqqalın hörmətini saxlayır, görəndə ədəblə salam verirdi. İkisinin heç bir ortaq marağı olmasa da, Murad bəzi cahil insanlar kimi bu ağsaqqal din xadiminə qarşı hörmətsizlik etməz, onun yaşına, başına, kənddə tutduğu mövqeyinə hörmətlə yanaşardı. Murada görə Sərxan Xoca da bu kəndin sayılan kişilərindən idi. Murad Sərxan Xocanı ildə ancaq 1-2 dəfə görərdi. O da ya bir yas məclisində, ya da bir dəfn mərasimində baş verirdi ki, o zaman da Sərxan Xoca öz vəzifəsini yerinə yetirməklə məşğul olardı. Ancaq Murad onu da xatırlayırdı ki, hər düşən fürsətdə Sərxan Xoca insanları Allahın dininə dəvət eləməkdən heç qalmırdı. O zamanlarda biri Murada desəydi ki, bu kişiyə yaxşı bax, bir gün sən bu məsciddə onun yerini tutacaqsan. Murad bu sözə doyunca gülər, əsla inanmazdı. Ancaq Allahın işinə baxın ki, Sərxan Xocanın bircə qınağı Muradın öz həyatını kökündən dəyişdirməsinə yetdi. O qınağı Sərxan Xoca Muradın atasının yas məclisində eləmişdi. O vaxt Murad artıq məktəb direktoru idi. Günlərin bir günü atası xəstələndi, yatağa düşdü. Hələ çox da yaşlı deyilkən rəhmətə getdi. Sərxan Xoca da həmin gün oraya öz dini görəvini yerinə yetirməyə gəlmişdi. Sərxan Xoca o gün bütün kənd əhlini toplaşdığı yas çadırında ölən kişiyə rəhmət oxudu, dini söhbətlər elədi, xalqa lazımı tövsiyələr də bulundu. O arada fürsət tapıb Murad müəllimlə yas məclisinin gedişatına dair söhbət eləməli, niyyətini öyrənməli oldu. O sözünə belə başladı. Murad müəllim, mən atanızın yasına dair xalqa məlumat verməliyəm. Deyə bilərəmmi ki, yas məclisi 3 gün davam edəcək, sonrasında toplu şəkildə ziyarətlər olmayacaq. Bu qapıdan əl-ayaq kəsiləcək. Murad müəllim Xocanın bu sözünə təəccüb elədi. Elə niyə Xocam? Mənim atam kimdən əskikdir ki, onun yası məclisi də yarımçıq qalsın? Sərxan Xoca Murad müəllimin çox savadlı bir insan olduğunu, kəndin uşaqlarına elm savad verməkdə vicdanlı biri olduğunu yaxşı bilirdi. Ancaq onun dini baxımdan bu qədər bir savad olduğunu bilmirdi. Odur ki, dedi, Murad müəllim, biləsiniz ki, İslamda yas məclisi 3 gündür. Ondan sonra yas evinə ancaq fərdi şəkildə, yəni yaxınların tək-tək arabir gəlməsi məqbuldur. 3 gündən sonra da çadır qurub, toplu şəkildə yas məclisi vermək dinimizdə bidət sayılır. Rəsullahımız sallallahu əleyhi və səlləm buyurub ki, kim 3 gündən artıq yas məclisi keçirdirsə,
xəbəri olsun ki, o kişi İslam'a yeni bir şeylər artırır. Belə bir əməl də dinimizdə günaha girir. Hətta əlavə edir ki, hər yenilik bir bidətdir, hər bidətin yeri də atəşdir. Nəzərə alsaq ki, Rəsullahımız sallallahu əleyhi və səlləm heç nəyi özündən uydurmamış. Belə çıxır ki, bu hökmlər birbaşa Allahdan özündən gəlirmiş. Murad müəllim, mən sizi bir savadlı insan kimi tanıyıram. Ancaq bugün ona şahid oluram ki, sahib olduğunuz elmlər yalnız dünyavi elmlərlə məhdudlaşır. Mən buna çox təəssüf edirəm. Məlumunuz olsun ki, bütün dinlərin, elmin kökü İslamdan gəlmişkən, sizin kimi savadlı insanlar nədənsə o elmlərin arasından dini elmlərə heç yer ayırmırlar. Halbuki sizin biraz dini elminiz də olsaydı, bugün burada bu söhbəti eləməyə də ehtiyac qalmazdı. Murad aradakı gərginliyi yumşaltmaq üçün dedi. Hocam, siz başda mən olmaqla bizi qınayırsınızmı yoxsa? Çox doğru dediniz. Mən sizi qınayıram. Əl-al xüsusda sizi Murad müəllim. Neçə ildir məktəb direktorusunuz. Mən inanıram ki, bu kənddə də, nazirlikdə də böyük hörmətiniz var. Niyə siz o hörmətdən istifadə edib bir müsəlmanlar ölkəsində dərs proqramına həftədə heç olmasa 1 saat da olsun din dərsi, Quran dərsi əlavə etdirə bilmirsiniz? Belə bir təkliflə nazirliyə heç müraciət etdinizmi? Bunun üçün heç bir addım attınızmı? Dünya elmləri gözəl şeydir, ancaq siz ya unudursunuz, ya da heç bilmirsiniz ki, bütün dünyavi elmlərin kökü dinimizdən, Quran-ı Kərimdən gəlir. Bu bir yana qalsın, ancaq siz bir şeydə unudursunuz ki, bir gün dünya da bitəcək, o elmlər də dünya ilə birlikdə burada qalacaq. Bəs sonra nə olacaq? Siz bir müsəlmanın ölümündən sonraki həyatına aid elmləri nə zaman öyrənməyə başlayacaqsınız? Əsla unutmayın ki, sizin hələ də ciddiyə almadığınız daha bir həyat var ki, o həyat sonsuza dək davam edəcək. Oradakı aqibətinizdən nə zaman xəbər tutmaq istəyəcəksiniz? Qorxmursunuz ki, gec qalarsınız? Bugün rəhmətə getmiş bu qardaşımızın aqibəti necə olacaq? Heç düşünürsünüzmü? Murad müəllim, bu sualım birbaşa sizə aiddir. Siz atanızın bundan sonraki aqibəti üçün heç narahat olmursunuz ki? Əgər bir gün təkcə öz atanız üçün deyil, bütün bu kəndin insanların sonraki aqibəti üçün sizi narahat edərsə, yubanmadan nazirliyə gedin. Oradakı ən nüfuzlu məmurdan tələb edin ki, məktəb proqramına din dərsləri əlavə eləsinlər. Düşünün ki, bu mühüm məsələdə müsbət bir şeyə nail ola bilsəniz, bu əməlləriniz sizin özünü də əbədi cəhənnəmdən qurtara biləcək. Murad müəllimlə Sərxan xocanın ikinci görüşü Ramazan bayramına tuş gəldi. Bütün kənd Ramazan bayramının münasibəti ilə məscidə toplaşmışdı. Xütbə söyləndi, bayram namazı qılındı, Sərxan xoca insanlara Allahın dininə daha sıx yapışmalarından tövsiyə elədi. Kənd əhlinə çox dəyərli öyüd nəsihətlər verdi. Çox ciddi də xəbərdarlıq elədi. Kənd əhlini Allahın qəzəbindən xəbərdar elədi. Hər kəsə son aqibətin necə olacağı barədə əməli tədbirlərə əl atmağı tövsiyə elədi. O tədbirlər də Allaha ibadətdən ibarət olmalı idi. Yəni namaz, zəkat, oruc, salih əməllər, hac və ümrə səfərlərini tövsiyə olunurdu. Bayram namazı sona gəldi, hər kəsə dağılıb getdi. Murad müəllim də Sərxan xocaya öz minnətdarlığını bildirib məsciddən çıxmaq istəyirdi ki, Sərxan xoca dedi. Murad müəllim, mümkünsə tələsməyin, mən sizə bir söz demək istəyirəm. Mən hesab edirəm ki, biz sizinlə bir niyyət ətrafında müttəfiq ola bilərik. Hətta məncə olmalıyıq da. Əgər sizə söyləyəcəklərimin mənasını düzgün anlaya bilərsəniz, irəlidə bir müqəddəs amal uğrunda biz ikimiz əl-ələ verməliyik. Murad onun bu sözündən heç nə anlaya bilmədi, fikrini də açıq söylədi. Hocam, düzünü bilmək istəyirsinizsə, mən sizin söylədiklərinizdən heç nə anlaya bilmədim. Mövzunu biraz da açsanız, biraz da açıq danışsanız olmazmı? Mən çox açıq danışa bilərəm, ancaq bu mövzu çox əhəmiyyətli olduğundan onu ayaqüstü eləmək doğru olmaz. Mən fikrimi sizə başa salmaq istəyirəm, ancaq bunun üçün də bizə biraz zaman lazımdır. Əgər sizə də uyarsa, asr namazından öncə biz burada görüşək, fikrimi sizə bildirim. Ağlımda sizə deyəcəyim mühüm şeylər var. Murad Sərxan xocanın təklifini qəbul elədi, dedi, olar, mən saat 4-ün yarısı gəlsəm uyğun olarmı? Siz məni nigaran qoydunuz, fikrinizi bilməyə çox istədim. 4-ün yarısı uyğundur, tam o saatda sizi burada gözləyəcəyim. Murad qalxıb getsə də fikri xocanın yanında qaldı. Görəsən xoca ona nə demək istəyir? Görəsən bu kişini sakit olmağa qoymayan məsələ nədir?
Murad bu sualları beynində təkrarlaya günü axşama caladı. Saat 4-ün yarısında məscidə Sərxan Xocanın görüşünə getdi. Sərxan Xoca məscidin xidmətçilərinə samavar çayı dəmlətdirmiş, limonlu, xurmalı, halvalı bir çay süfrəsi hazırlatmışdı. Bu görüntü Murada xoş təsir bağışladı. Çünki Murad əvvəldən də bu xocanın çox mərifətli, ağırbaşlı bir adam olduğunu bilirdi. İndi işindən, gücündən vaxt tapıb onun üçün belə bir hazırlıq görməsi, onunla ayrıca görüşmək istəməsi bu söhbətin tərəf müqabili olan Murada da ağır çəki vermiş oldu. Murad intizarla Sərxan Xocanın ona nə deyəcəyini gözləyirdi. Sərxan Xoca Murada xalçalı, mütəkkəli oturacaqda yer göstərdi. Özü də qarşı tərəfdə yerini aldı. Təklif edirəm ki, pürrəngi çaydan bir stəkan içək, sonra söhbətə başlayaq. Nə deyirsiniz? Murad gülümsədi. Olar, mən də susuzluqdan yanırdım. Sərxan Xoca çayları süzdü, ətri ətrafa yayılan çayın dəmi barədə məlumat verə-verə armudu stəkandakı ətirli çaydan qurtum-qurtum içməyə başladı. Çayın növünü özüm seçirəm. Hər çayı bəyənmirəm. Ancaq 2 çay növü var ki, mən onların ikisini qatıb çay dəmləyirəm. Siz də bəyəndinizmi? Bəyəndim. Çox dadlı, çox ətirli çay alınıb. Xəbəriniz olsun ki, mən də çayxoram deyə belə ətirli çaydan ard-arda 5 stəkan da içə bilərəm. İçin. Lap 10 stəkan için. Halal xoşunuz olsun. Mən çaydan içəcəyəm, ancaq siz də sözünüzü unutmayın. Mənə nəsə demək istəyirdiniz. Sərxan Xoca dərhal ciddiləşdi. Murad müəllim, siz mənim övladım yerindəsiniz. Ona görə də deyəcəklərimə səbirlə qulaq asmanızı sizdən rica edirəm. Nəzərə alın ki, məni narahat edən şeylər nə tək mənə, nə də sizə aid olan məsələlər deyil. Söhbət bütün xalqdan, bütün insanlıqdan gedir. Belə olan surətdə məsələnin genişliyi sizi qorxutmasın. Sadəcə sizi də ümumi bir fikir ətrafında səfərbər eləsin. Niyyətim budur. Söyləyəcəklərim hansı məqamda sizə qaranlıq gəlsə, çəkinməyin. Fikrinizi, etirazınızı bildirin. Fikir mübadiləsi eləmək hər zaman həqiqətin üzə çıxmasına xidmət edər. Murad da artıq ciddiləşdi. Buyurun hocam, sizi dinləyərəm. Başda sizə bir sual verəcəyim. Sizcə dünya elmlərini tədris edənlərlə dini elmləri tədris edənlərin arasındakı fərq nədir? Halbuki, dini elmlərin də dünyada tədris edilməsinin başlıca şərt olduğunu nəzərə alsaq, əslində dinin elmlər də dünyavi elmlərdir. Yəni onları da bu dünyada ikən öyrənmək lazımdır. Axirətdə bu elmlərə ehtiyac olmayacaq. Sualımı bir də belə verim. Sizcə insan cəmiyyəti üçün hansı elmlər daha vacibdir? Hocam, qorxuram ki, verəcəyim cavab xoşunuza gəlməsin. Belə ki, mənə görə, belə demək mümkünsə, dünyavi elmləri tədris edənlər daha doğru yoldadırlar. Çünki onlar insanlara dəqiq elmləri öyrədirlər. Siz də qəbul edərsiniz ki, dünyaya aid olan elmlərin hamısı dəqiq elmlərdir. Bu elmlər bizə yazmağı, oxumağı, hesab tutmağı, yaradıcılıqla məşğul olmağı, tikməyi, qurmağı, həkim kimi insanların xidmətində durmağı öyrədir. Mən burada daha çox şey saya bilərdim, ancaq elə bilirəm ki, gətirdiyim misallar fikrimi çatdırmağa yetərlidir. Halbuki dini elmləri tədris edənlər ancaq xəyali mövzulara, görmədiyimiz, istifadə edə bilmədiyimiz söhbətlərə yer verirlər. Bununla da insanları daha dəqiq, daha faydalı elmlərdən yayındırmağa çalışırlar. Siz bu fikrə necə baxırsınız? Sərxan Xoca Murada diqqətlə baxdı, sonra da gözünü Muradın başı üstündən görünən, kəndi 4 tərəfdən əhatə edən başı qarlı dağları tikib biraz fikrə getdi. Sonra yenidən Murada baxıb dedi. Deyə bilərsinizmi, insanın maddiyyatına xidmət edən o elmlər daha vacibdir, yoxsa insanın mənəviyyatını zənginləşdirən, onu hər cür çılğınlıqdan, hər cür özbaşınalıqdan, hər cür əxlaqsızdan qorumağa yönəlik mənəvi elmlər? Məncə bu elmlərin hərəsinin öz yeri var. Deyək ki, belədir. Təkcə bu yerdə sizinlə razı ola bilərəm. Doğrudan da insan şəxsiyyətinin formalaşmasında istisnasız bütün elmlərin hərəsinin öz yeri var. Baxın, siz burada maddiyyata xidmət edən elmlərin yerini saydınız ki, bütün dediklərinizlə mən də razıyam. Bəs axı insanın mənəviyyatı da var. Bəs mənəviyyata xidmət edən elmlərin yeri haradır? O elmləri harda axtaraq? Deyə bilərsinizmi? Sizin sadaladığınız elmlərin arasında insanın ruhuna, daxili dünyasına, əxlaqına, bir sözlə mənəviyyatına xidmət edən elm varmı? Varsa hansıdır? Murad cavab tapmaqda çətinlik çəkdi.
Mən dedim axı, dünya elmləri dəqiq elmlərdir. Onların xidməti dəqiqdir, həyatın içindədir. Murad müəllim, sizcə təmiz niyyətli olmaq, doğru sözlü olmaq, gözü könlü tox olmaq, əxlaqlı olmaq, bunlar da həyatın içində deyilmi? Bəs biz bu elmləri hardan, hansı kitabdan oxumalıyıq? Məncə, siz söhbəti Quran-Kərimin üstünə gətirməyə çalışırsınız. Çalışmıram, gətirirəm. Siz mənə bir yol göstərə bilmədiniz, çünki sizin dünyanızda bu yolu tutmaq əvvəla qadağandır, sonrası da bu yolu tutmaq istəyənlərin sayı da azdır. İnsanlar daha çox şeytanın yolunu getməyi seçirlər. Halbuki bir insanın qarnının tox olmasından, komfort içində yaşamasından daha vacib onun əxlaqlı, doğru sözlü, əli təmiz, niyyəti təmiz bir insan olmasıdır. Misal çəkim, bir qızınız olsa, onu kimə vermək istərdiniz? Malı pulu çox olub, özü insanlıqdan uzaq olan şərəfsizin birinəmi? Yoxsa sərvət sahibi olmasa da əxlaqlı, vicdanlı, qəlbi geniş, mərd birinəmi? Eyni sualı oğlan övladı barədə də vermək olar. Qız var ki, imkanlı ailədə yetişib, hər şey var. O qızı oğlunuza alsanız, onu qızıla tutacaqlar. Ancaq o qızın tərbiyəsi yoxdur, ədəbsizdir, geyim keçibinə, oturuşuna, duruşuna fikir vermir. Danışığı utanc vericidir. Onun gətirəcəyi cehiz, bütün bu çatışmamazlıqların öhdbasır edəməyə yetəcəkmi? Övladınız belə bir qadınla bir ömür boyu yaşaya biləcəkmi? Digər bir qız isə kasıb ailədəndir, ancaq o qədər həyalı, əxlaqlı, tərbiyəlidir ki, sanarsan, insan deyil, bir mələkdir. Siz övladınız üçün bunlardan hansı birini seçərdiniz? Cavab verməyin, çünki cavab ortadadır. O cavabı siz də bilirsiniz, mən də bilirəm. Bəs məntiq hardadır? Mən niyə o məntiqi tapa bilmirəm? Dünya elmləri hər kəsi yedirdir, içirdir, ancaq əxlaqına, tərbiyəsinə diqqət eləmir. Məhz bu qədər vacib bir məsələni boş buraxır. Hər kəsin öz keyfinə, öz seçiminə buraxır. Və nə üçünsə, bugün həmin o dünya bu məsələnin öhdəsindən gələ biləcək bir elmin, üstəlik bütün məlum elmlərin təməl kökü olan dini elmin, Qurani-Kərimin bu cəmiyyətdə yerini almasına izin vermir. Niyə? Bunun kimə nə zərəri var? Halbuki, mən bunu əminliklə iddia edirəm ki, insanlara, ələn xüsusda müsəlmanlara, yanlış biliklərin tədris edilməsi, onları doğru yoldan saptırmaq məsələsi dünyada var olan bütün məktəblərin təhsil sistemlərindən başlayır. Həm də uşaqların ayaq açıb məktəbə getdikləri ilk gündən başlayır. Hər kəs içində dünyanın qüdrətli bir yaradıcısı olduğunu bildiyi halda, hər kəsin öz-özü ilə tək qaldığı zaman bunu özünə etiraf elədiyi, içində qəbul elədiyi bir halda tədris almağa gələn şagirdlərə təbiətin ana təbiət tərəfindən yaradıldığını, insanların meymundan əmələ gəldiyini, saysız hesabsız canlıların müxtəlif hüceyrələrdən, molekullardan, daha nə bilim nələrdən əmələ gəldiyini iddia edərək, körpə uşaqların başlarını buna bənzər cəfəngiyyatla doldurur, onları öz fitrətlərindən də uzaq salırlar. Hər şey də elə bundan başlayır. Allahın varlığını qəbul etməyən cəmiyyətin heç birində düzən yoxdur, olmayacaq da. Xeyir, bərəkət yoxdur, olmayacaq da. İnsani dəyərlərdən heç də qalmayıb, olmayacaq da. Siz müasir ziyalılar bunu nə vaxt anlayacaq, nə vaxt qəbul edəcək, nə vaxt bunun üçün bir tədbir görməyə başlayacaqsınız? Anlamırsınız ki, imanı həyatınıza gətirməyincə cəmiyyətdə heç nə dəyişməyəcək? İmanın nəyindən belə qorxursunuz? Əgər qadınlar abırlı geyinərlərsə, kişilər özlərini kişi kimi aparar, öz ailəsinin əxlaqının, namusunun keşiyində durarlarsa, bunun nəyi pisdir? Dünyanın soyunduqca soyunan qadınlarını, özünə eyni cinsdən partnyorlar seçən kişiləri görərkən heç narahat olmursunuz ki, övladlarınızın sabahı üçün qorxmursunuz ki, biz hələ də nəyisə dəyişə biləcəyimizə inanan din xadimləri insanlığın insani sifətlərini qoruyub saxlamaqda bizə yardım edə biləcək, bu işin öhdəsindən gəlməyə gücü yetəcək bir elm dəryasının, Qurani-Kərimin önünü niyə kəsək, arasını niyə açmayaq, niyə aça bilməyək? Bu qorxuya, bu çəkingənliyə səbəb nədir? Halbuki, din haqqında yürüdülən fikirlərin hamısı absurddur. Dinimiz heç də demir ki, heç kəs oxumasın. Sizin saydığınız o elmlər, o sənətlər olmasın.
Quran deyir ki, həkimsən, müəllimsən, mühəndissən, ol. Ancaq bununla yanaşı dinimizi öyrən. İslamın tələb elədiyi kimi bir insan ol. Allahın qoyduğu qanunlarla yaşa. İnsanlığını itirmə, yolunu azma. Quran deyir ki, Allahı unutma, çünki sonunda ona dönəcəksən. İslamın verdiyi dərsləri almasan, onlara əməl eləməsən, sonun ateşdə yanmaq olacaq. Bunu bil, aç o kitabı oxu, sonra yenə də necə yaşayacağına, necə bir insan olacağına özün qərar ver. Dinimiz bunu deyir. Murad maraqla Sərxan Xocanın üzünə baxdı. Siz söhbəti hara gətirdiniz Sərxan Xoca? Məyər məsələ bu qədərmi qorxuncdur? Niyə də gətirməyim? Mən deyim, sizin də xəbəriniz olsun. Məsələ bu qədər qorxuncdur. Görmürsünüz dünyada nələr baş verir? Fərqindəsinizmi bilmirəm. Ancaq biz hər birimiz bugün bir ümmət olaraq Allahın cəzasını yaşayırıq. Bunu anlamaq üçün dünyada baş verənlərə baxın. Gənclərin, yaşlıların halına baxın. İnsanların yollarını azmalarına, gündən-günə artan əxlaqsızlığa, narkomaniyaya, qanlı savaşlara baxın. Dünya nə gündədir bugün? Mənsə sizi yardıma çağırıram. Sizdən həftədə bircə saatlıq mənəviyyatları imanla, dinlə, gözəl əxlaqla dolduracaq din dərsi üçün nazirlikdən imkan tələb etməyinizi istəyirəm. Övladlarımızın xatirinə, insanlığın naminə. Bunu bir ələ alın, cəhd göstərin. Hər kəsə anladın, bəlkə bir xeyri olar, nə bilirsiniz? Mən xoca olduğum üçün məni heç o qapıdan içəri buraxmırlar. Bunu siz eləyin. Bir müəllim kimi, bir məktəb direktoru kimi. Sonda sizə daha bir söz deyim. Siz ora getməzdən əvvəl özünüz açın bircə dəfə də olsa o Quranı oxuyun. Mən əminəm ki, siz çox suallarınızın cavabını orada tapacaqsınız. Oradan bir şey anlasanız, o anladığınız səbəb sizi hərəkətə gətirəcək. Yox, əgər bir şey anlamasınız, demək ki, mən sizi seçməkdə yanılmışam. Ancaq hər iki halda da Allah köməyiniz olsun. Allah sizdən razı olsun ki, məni dinləmək üçün zaman ayırdınız, yanıma gəldiniz. Allaha əmanət olun. Artıq gedə bilərsiniz. Sağ olun. Bu söhbət düz 2 il Murad müəllimin ürəyinin bir küncündə unudulub qaldı. Bir də 2 il sonra Sərxan Xoca rəhmətə gedəndə Murad müəllim bu söhbəti xatırladı. Sərxan Xocanın məsləhətini unutduğuna, Xocanın sağlığında bir hərəkət eləmədiyinə peşman oldu. Bir yaşlı insanın bütün insanlıq üçün necə narahat olduğunu, ona ağız açdığı gün bəlkə də çarəsiz qalıb ancaq ona ümid bağladığını anladı. O isə heç bir hərəkət eləməmişdi. Çox keçmədən ağsaqqalla arasında olan o mühüm söhbətləri unutmuşdu. Doğru deyirlər ki, hər sözün, hər hərəkətin öz vaxtı var. Bir insanın çoxdan unutduğu bir şeyin yenidən onun yaddaşına geri gəlməsində, geri gəldikdən sonra da o insanı hərəkətə gətirməsində, dünyanı da, insanları da yoxdan var edən, hər şeyi bir-birinə uyar şəkildə yaradıb düzənə qoyan Rəbbimizin hökmü var, hikməti var. Belə olmasaydı, Murad müəllim də ömrünü elə beləcə yola verər, işində gücündə olar, çoxları kimi karyerasını ucaltmaqla məşğul olardı. Halbuki bir gün oyandığında doğma elində, obasında yaşananlar, gənclərin yollarını azması, yaşlı nəslin imansız, günah dolu həyata təslim olması Murad müəllimin gözünün önündə göz dağı kimi duraraq onu hərəkətə gətirdi. Çox götür-qoydan sonra Murad müəllim dəlil sübut toplayaraq nazirliyə getdi, təklifini söylədi. Nazirlikdə onu dinlədilər, fövqəladə bir şey baş veribmiş kimi dərhal kollegiyanın iclasını çağırdılar. Murada bir xəstəyə, başına hava gəlmişə baxar kimi baxdılar. Sonra da təhsil sisteminə yaraşmayan təkliflə nazirliyə müraciət elədiyinə görə onu eninə, uzununa yuyub sərdilər. İclasın sonunda da şiddətli töhmət verdilər, şəxsiyyətinə yazılma şərti ilə ona ciddi xəbərlarlıqla elərək evinə yola saldılar. Murad o gün həyatının ən böyük şokunu yaşadı. Mənən paramparça oldu. Nazirliyin qərarları Muradın şəxsiyyətinə, vicdanına vurulmuş, zərblə endirilmiş şillə təsiri bağışlamışdı. Necə oldusa, elə bu şillə də Muradı birazdan özünə gətirdi. Murad dərhal bərbad hala düşmüş mənliyini fədakarcasına topladı, yenidən nazirliyə getdi, həmin o iclas iştirakçılarının
heyrətli baxışları altında tutduğu vəzifəsindən istefa elədi. O evə gələrək şələküləsini topladı, ailəsini də götürüb dini təhsil almaq, İslam dinini dərindən öyrənmək niyyəti ilə Misrə yola düşdü. Murad müəllim Misir mədrəsəsində 5 il boyunca dini təhsil aldı, hafiz oldu, alim oldu, nail olduğu yüksək nəticələrlə geri döndü. Həmin il onu doğma kəndin məscidinə xoca görəvinə təyin elədilər. O gündən Murad Xoca bu kəndin xocası oldu. Doğrudur, o bu gün də məktəb proqramlarında yeri boş qalmış o dini dərslərin xiffətini çəkir. İmkanı olduqca orada-burada bundan bəhs edir. Ancaq bu cəmiyyət deyəsən heç vaxt Sərxan Xocanın, Murad Xocanın arzuladığı o səviyyəyə ucala bilməyəcəkdi. O zaman da ümid ancaq Murad Xocanın tikdirdiyi mədrəsəyə qalırdı. O mədrəsə tikdirib başa çatdığı gündən Murad Xocanın arzuları da cin olmağa başlayacaqdı. Murad Xoca ümid edirdi ki, mədrəsəni tikdirib istifadəyə verdiyi gün o mədrəsə də bu ölkəyə ildə onlarla hafiz, elm sahibi tələbə verə bilsə, Murad Xoca da bəlkə bir gün axirətini qazana bilərdi. Bəlkə həmin gün o axirətdə Sərxan Xocaya rast gələrdi. Onun qarşısına alnı açıq, üzü ağ çıxardı. Sərxan Xocanın tövsiyələrinə əməl edərdiyini söyləyərdi. Tikdirdiyi mədrəsənin fəaliyyəti ilə öyünə bilərdi. Və əgər bir gün Murad Xocaya cənnət həyatı nəsib olsaydı, o əmin idi ki, onun cənnətə düşməsi yalnız və yalnız Sərxan Xocanın bir zamanlar elədiyi o qunaqlar, o öyüd nəsihətlər sayəsində olmuş olacaqdı. Çünki Allahı tanımağa, ona haqqı ilə ibadət eləməyə, Allahın elmi olan İslamı dərindən öyrənməyə, hələ bir də İslamı insanlar arasında, xüsusən də gənclər arasında təbliğ eləməyə, yaymağa Muradı yönləndirən Sərxan Xocanın rolu, onunla Muradın arasında gedən söhbətlərin, elədiyi qınaqların böyük təsiri, ölçüyə gəlməz xidməti olmuşdu. Əgər Allah-u Teala bir insanı imana gətirmək istəyirsə, ona bir vasitəçi, bir yönləndirici, bir səbəbkar da göndərir və hər insan birinin tövsiyəsi ilə, təsiri ilə, öyüdü sayəsində imana gəlir. Murad Xocanın imana gəlmə səbəbi Sərxan Xoca, onun ağır tənələri olmuşdu. Halbuki bu dəfə səbəbkarın bundan heç xəbəri də olmadı. Çünki bu xidmətin nəticəsi öz gecikmiş bəhrəsini ancaq Sərxan Xocanın ölümündən sonra vermişdi. Lakin Murad Xoca yenə də inanırdı ki, onun bir gün layiq ola biləcəyi ən böyük mükafat Sərxan Xocanın davamçısı olmaq, onun Allaha şəhadətindən ilham alaraq iman yolunda belə bir cəsarətli addıma qərar vermək, bir mədrəsənin tikilməsinə nail olmaq olacaqdı. Murad Xoca bir də ona ümid edirdi ki, təmiz qəlblə, böyük həvəslə yerinə yetirdiyi xidmətin bəhrəsi bəlkə də Allahın Cəllə Cəlalu ən böyük mükafatı olmaqla onun üçün də sonsuza qədər sürəcək əbədi bir cənnət ola biləcəkdi bir gün. Bunu da Allahdan başqa kimsə bilmirdi. Allahu aləm. Bir xatirə, Allahın nemətləri, danışan dillər. Avropaya yeni gəldiyimiz illər idi. Bir gün məni arı sancdı. Axşam yeməyindən sonra süfrəni pəncərədən aşağı çırpırdım ki, heç bilmədim nə vaxt imkan tapdı, bir cır arı məni biləyimdən sancdı. Anladığım qədərilə bu qəza belə baş verə bilərdi. Yəqin ki, mən süfrəni çırpdığım eyni anda arı da pəncərəmin altından keçirmiş ki, mən qolumun altından keçən arını görməmiş, bilmədən qolumu pikərək bu məsum heyvanı sıxmışam, o da canını qurtarmaq üçün məni sancmışdı. Yəni arılar qəsdən adamı sancmırlar, onu demək istəyirəm. Çox zaman biz insanlar ya bilmədən, ya da qəsdən heyvanların həyatına, yaşam alanlarına taciz edirik ki, onlar da özlərini qurtarmaq üçün bizə zərər verə bilirlər. Dəyib dolaşan olmasa, onların bizimlə bir işi yoxdur. Uzun sözün qısası, ilk an arı sancmasını hələ uzun illər bundan əvvəl, gənclik illərində, ailəcə Navranda istirahət elədiyimiz zamanda yaşamış bir insan kimi artıq bilirdim ki, məhz cır arının sancmasına qarşı güclü alerjim var. Hələ o vaxtda mən o arı sancmasından çox əziyyət çəkdim. Bütün bədənim həm səpdi, həm də şişdi. Qolumun halını görən elə bilərdi ki, məni arı yox, gürzə çalıb. O vaxtda ciddi müalicəyə məruz qaldım. Uzun dava dərmandan sonra, üstəlik qanımı da dəyişəndən sonra
Qanımda təmizlənmə prosesi getdi, mən də bu yolla qurtuldum. Bir ilin yorğunluğunu, depressiv ağrılığını atmaq üçün ailecə yığışıb səfalı bir yay tətilinə gedəsən, orada gözlə, güclə görə biləcəyiniz bir arının ucbatından bütün yayın xəstəxanalarda keçər, bu da həyatımızın bitməyən, daima bizi izləyən sınaqlarındandır. Anlamaq zor olmamalıdır ki, mənim bu başıma gələn həm də bir ailənin o səfərki yay tətilinin zad olması demək idi ki, mömin insanlar hələ buna da şükür edərlər. Çox sonralar biz də hər başımıza gələn macəraya şükür eləməyi də öyrəndik, çox şükür. Qəbul elədik ki, həyatda hələ bundan betəri də başımıza gələ bilərdi. O gündən təxminən 30 il keçmişdi. Eyni şeyin bu qədər zamandan sonra başıma gəlməsini də, əslində həyatımızda zəncir sistemini oluşduran hadisələrin bir bəndi kimi anlamaq lazım gəlir ki, bunu da ancaq yaşa dolduqca, ömrümüzün son aşamasında, fürsət düşdükcə başımıza gələn hadisələri analiz edərkən anlamaq mümkün olur. Həmin il Avropanın göbəyində də eyni şey başıma gəldi və mən anladım ki, dünyanın hər yeri təkcə insanlar üçün deyil, müxtəlif cür heyvanlar, böcəklər üçün də vətən ola bilər, olmalıdır da. Burada təəccüb edəcək heç nə yoxdur. Arı arıdır. Onun üçün nə fərqi var? Bura Avropadır, yoxsa Nabrandır. Allah bizi də onu da yaradıb, yer üzünə buraxıb, harda istəyirsən orada da yaşa buyurub. Allahu aləm. Allahın ərzi də, arşı da sonsuzdur. Sahibi də bir tək odur. Belə düşündükdə bir Avropalı arı ilə mənim yolumun kəsişməsi də Allahın təqdirindən biridir ki, ortada ölüm-itim olmadığı üçün buna da ancaq şükür eləmək lazımdır. Halbuki bu yerdə mənim heç bir deyəcək sözüm olmamalıdır. Çünki bu dəfə də yəqin ki, arının yolunun üstünə çıxan mən olmuşdum. Bu dəfə də arının zəhəri qanıma keçdi ki, yenə də az qalay gözümün içinə kimi səpdim, həm də bütün bədənim hava balonu kimi şişdi. Eynilə fransız aktyoru Pierre Richard'ın oynadığı Uğursuzlar filmində onun başına gəldiyi kimi. Mən bir həftə həkimə getməkdən imtina elədim. Utandığımdan evdən də çıxmadım. Ancaq ağlıma gələn bütün tədbirləri də elədim. Buna baxmayaraq halım get-gedə daha da pisləşdi. İş o yerə çatdı ki, qızdırmam da qalxdı. Hal belə olunca oğlum məni həkimə apardı. Həkim 40-45 yaşlarında Çinli bir kişi idi. Ya burada doğulmuşdu, ya da uzun illər burada yaşayırdı. Bunu bilmirəm, ancaq bu Çinli həkim həm Niderland dilini çox gözəl bilirdi, həm də həkim kimi də burada çox tanınmış biri idi. O məni görən kimi ilk soruşduğu bu oldu. Arını öldürdünmü? O vaxt mən hələ Niderland dilini bilmirdim. Hər şeyi mənə telefondakı rus dilli tərcüməçi tərcümə edirdi. O vaxt Avropada belə bir şey var idi. Buralara yeni gələn insanlarla birbaşa təmas qurmaq üçün telefon vasitəsilə tərcüməçilər böyürdən söhbətə qoşulurlar. Mənim dediyimi həkimə, yaxud da bir məmura, həkimin də, məmurun da dediklərini də mənə söylərdilər. Çox gözəl tətbiq idi. Deyilənə görə bu xidmət Avropa dövlətlərinə çox baha başa gələn xidmətlərdən biri imiş. Ancaq başqa çarə olmadığından dövlətlər bu xərcə gedirdilər. İndi belə şeylər qalmayıb. Çox xidmətlər zamanla ixtisara salınaraq silinib getmişdir ki, onlardan biri də belə bir telefon tərcüməçiliyi idi. Biz nə qədər şanslı imişik ki, o zaman belə şeylər var idi. Biz də xeyli zaman o imkanlardan istifadə elədik. Tərcüməçi seçərkən hansı dili seçəcəyimizə özümüz qərar verirdik. Biz rus dilini seçmişdik, çünki Azərbaycan dili tərcüməçilər yox dərəcəsində idi. Rus dilli tərcüməçi telefondan doktorun dediklərini mətnə tərcümə edəndə anladım ki, bu çox təcrübəli həkimdir. Çünki o məni görən kimi, nəinki məni arı sancdığını anlamışdı. Üstəlik zarafatla ilk soruşduğu da arını öldürdünmü sualı olmuşdu. O bir də dedi ki, biraz da geciksəydim, bu hadisə çox pis nəticələnə bilərdi. Dedi ki, cır arının zəhəri ilə zarafat eləmək olmaz. Onun zəhəri çox təhlükəlidir. Qısa zaman içində qana keçir. Bütün bu fəsadlar da qanın zəhərlənməsi üzündən baş verir. Çinli doktor məni sağaltmaq üçün bir neçə həftə uğraşdı. O, bu vaxt ərzində mənə cürbəcür kremlər yazır, hər 3 gündən bir, heç bir faydası olmayan kremi yenisi ilə əvəz edirdi. Nəhayət bir gün tam da mənə lazım olan krem tapıldı. Belə ki, o son kremi bədənimə çəkdim, vücuduma bir sərinlik gəldi. Doktor da demişdi ki, effekt məhz belə özünü göstərəcək. Krem sürülən vücuda bir sərinlik gələcək, qaşınma sönəcək,
şiş də yavaş-yavaş çəkiləcək. 3-cü həftənin sonunda hər şey qaydasına düşdü. Mən də son dəfə Çinli həkimin kontroluna getdim. O nəticəyə baxdı və təsdiqlədi ki, artıq hər şey qaydasına düşür. Mənə çoxlu süd içməyi, süd məmulatlarından istifadə eləməyi tövsiyə elədi. Mən də bildiyim kəlmələrlə dilimin döndüyü qədər ona təşəkkür eləməyə çalışdım. Birdən heç gözləmədiyim halda həkim mənim rus dilini hardan bildiyimi soruşdu. Mən də rus dili müəllimi olduğumu söylədim. O biraz fikirləşdi və telefondakı tərcüməçi vasitəsilə məndən bir şey xahiş eləsə, yardım edərəmmi deyə soruşdu. Mən də dedim ki, əlimdən gələn bir şey olarsa yardım edərəm. Məni sağaldan doktora, bu yolda az zəhmət çəkməyən doktora yardım etmərəmmi? Heç gözləmədiyim halda doktor məndən çox qəribə bir şey xahiş elədi. Dedi ki, bir müddət bundan əvvəl bu şəhərdə bir rus qadınla tanış olub, onunla ünsiyyət qurub, indi onunla evlənmək istəyir. Qadın onun təklifini düşünəcəyini deyib. Bu düşünmə sürəsi də xeyli vaxtdır sürür, ancaq qadın hələ də cavab vermir. Doktor məndən xahiş elədi ki, mən o qadına doktorun adından bir açıqca yazım, orada doktorun təklifini rusca, həm də ən gözəl, ən təsirli cümlələrlə çatdırmağa çalışım. Elə sözlər yazım ki, qadın daha artıq uzatmasın, onun evlilik təklifini qəbul eləsin. Doktor o dönəmdə dul imiş, həyat yoldaşını 2 il əvvəl ağır xəstəliklər üzündən itiribmiş. Qadın da evli deyilmiş. Doktor bir neçə dəfə qadınla görüşdükdən sonra ikisinin də tənha həyatına son verməyə, bu qadınla evlənməyə qərar vermişdi. Ancaq qadının sanki bir tərəddüdü var imiş. Doktor məndən xahiş elədi ki, ürəyindəkiləri rusca o qadına çatdırmaqda ona yardım edim. Mən ondan qadının şəklini görmək istədiyimi söylədim. O da dərhal portmanatını açdı, oradan çox gözəl bir qadın şəkli çıxartdı. Qadın doğrudan da gözəl idi, əsl rus gözəli. Mən şəklə baxdım, sonra da doktorun rəyindən keçənləri öyrənmək məqsədilə ona bir-iki sual verdim. Verdiyi cavablara əsasən onun niyyətini anladım. Rus qadın hələ Niderland dilini yaxşı bilmirmiş deyə, doktor da öz ürək sözlərini ona istədiyi şəkildə, istədiyi gözəllikdə söyləyə bilməmişdi. Ona görə də qadının verəcəyi cavabın müsbət olacağından nigaran idi. Mən telefondakı tərcüməçinin yardımı ilə doktorun nə demək istədiyini də, qadının ürəyinə yol tapacaq cümlələrə ehtiyacı olduğunu da anladığımı söylədim. Doktora söz verdim ki, ən gecə sabah onun yanına o açıqca ilə gələcəyim. O gün evə dönərkən mən yolüstü üzərində 2 insan arasındakı ülvi hissləri təcəssüm etdirən rəsmi olan bir açıqca aldım. O axşam oturub doktorun adından rus qadına təsirli bir məktub yazdım. Doktorun təklif çəkdiyindən, bu təklifi görüb bəyəndiyi bir gözəl qadınla paylaşmaq istədiyindən, həyatın qısa olduğuna, ömrün sürətlə axıb getməsinə xüsusi vurğu edərək, özüm də daxil olmaqla bütün qadınların xoşuna gələ biləcək bir məktub yazdım. Ertəsi gün o açıqçanı aparıb doktora verdim. Doktor mənə anlattı ki, həmin axşam qadını yeməyə çıxardacaqmış. Orada da o açıqçanı qadına verəcəkdi. Mən bir daha ona öz minnətdarlığımı bildirdim. O da mənə bir ay sonra kontrola gəlməyə söylədi. Əlimə də kart yazıb verdi. Aradan bir ay keçmişdi. Mən deyilən gün həkimin kontroluna getdim. O məni görüb çox sevindi. Mənə o yazmış olduğum açıqçaya görə təşəkkür eləməyə başladı. Mən onun dediklərini anlayırdım. Sadəcə özüm sərbəst danışa bilmirdim. Axırda bir neçə kəlmə ilə ondan məsələnin nə ilə bitdiyini soruşdum. O da masanın üstündə arxası mənə sarı duran çərçivənin üzünü mənə doğru çevirdi. Şəkildə həmin o gözəl qadınla doktor baş-başa şəkil çəkdirmişdilər. Həm də bu bir evlilik şəkli idi. O dedi ki, qadın mənim yazdığım məktubu oxuyub, çox təsirlənib və ancaq bundan sonra evlənməyə razılıq verib. Qadın bu sətirləri yazanın kim olduğu ilə də maraqlanıb. Doktor da bir pasiyentim yazıb deyib. O vaxt mən bu hadisəyə başqa gözlə baxırdım. Sadəcə bir insanın talihində əlimdən gələni elədiyimi, bir savab işləyə vasitəçi olduğumu düşünürdüm. Bugün bu hadisəyə baxışım tamamilə fərqlidir. Bugün mən insanların danışma qabiliyyətinə də, üstəlik milyonlarca insanların başqa-başqa dillərdə danışmasına da, ondan da önəmlisi, biz insanların yabancı dilləri qısa zaman içində öyrənmək, o dillərdə sərbəstcə danışmaq qabiliyyətinə də
Allahın Cəllə Cəlaluhu biz insanlara bəxş elədiyi ən böyük, ən qiymətli nemətlərdən biri kimi baxıram. Və bu şübhəsiz ki, belədir. Biz bundan əvvəl bu məsələyə belə baxmazdıq. Halbuki bu nə boyda yanlış, nə boyda haqsızlıq olarmış. Şükür o günə ki, zehnimiz açıldı, biz hansı dünya malının kimə aid olduğunu da gec qalmadan anlaya bildik. Nə yaxşı ki, ölüm qapımızı çalmadan bizə bütün nemətləri, bütün qabiliyyətləri, bütün hiss və duyğuları anlamaq, yaşamaq və yaşatmaq kimi qabiliyyətləri bəxş edən o uca Rəbbimizə şükür eləməyə də öyrəndik. Əlhəmdülillah. Umuruq ki, bu anlamağımız irəlidə bir gün Allahın bizə hesab soracağı o qiyamət günündə çox işimizə yarayacaq inşallah. Yoxsa ki, bütün bir ömür boşuna yaşanmış olardı. Allah qorusun. Biz Avropada yaşayırıq. Bu da o demək olur ki, burada insanların qarşısında müxtəlif mənada daha geniş imkanlar açılır ki, bunlardan biri də dil mövzusudur. Mən hər zaman nəvələrimə deyirəm ki, Avropa təhsilindəki 2-3 dillilikdən şikayət etməyin. Bu əslində gözəl bir fürsətdir. Onlara deyirəm ki, çalışın, o dillərin hamısını öyrənin. Bir halda ki, buradakı durumunuzda siz 5 dili bir arada öyrənmək imkanına sahibsiniz. Çalışın, bunu müsbət dəyərləndirin. O dil dərslərinə ciddi yanaşın. Allah bu qabiliyyətləri bizə boş yerə verməyib. Hər biriniz həyatınızda bu dillərdən istifadə edə biləcəksiniz. Mənim burada xatırladığım o hadisə hələ ən sadə, ən zəif nümunə sayıla bilər. Halbuki siz gənclər həyatınızda elə hadisələrə rast gələ bilərsiniz ki, ən ciddi durumlardan sizin dil bilməyiniz bir işə yaraya bilər. Sizin sahib olduğunuz bu qabiliyyət olar ki, bir həyat qurtarar, olar ki, bir münaqişə zamanı sülhə səbəb olar. Bu yerdə mən düşünürəm ki, biz böyüklər rast gəldiyimiz hadisələrdən misallar gətirərək, səbirlə, yorulmadan çox dil bilməyin faydasından danışaraq bu məsələni övladlarımıza təbliğ etməliyik. Qənaətim belədir ki, bu təbliğatı davam etdirməyə dəyər. Çünki sadəcə çox dil bilməyin özü də görün nə gözəl şeydir. Mən qürur duyuram ki, bugün 3 oğlum da insanlarla 5 dildə sərbəst anlaşa bilirlər. Bu dillərə ana dili, rus dili, türk dili, ərəb dili, Niderland dili, ingilis dili, nisbətən zəif də olsa fransız dili daxildir ki, hələ fransız dilinə ögəy münasibət də tamamən bizim fransızlara qarşı bir güvənsizlik hiss eləməyimizdən irəli gəlir. Halbuki dil bilməyin bununla heç bir əlaqəsi olmadığını da anlayır və qəbul edirik. Bəzən hisslərimizə qapılsaq da unutmamalıyıq ki, niyyət qələbə qazanmaqdırsa, sadəcə düşmənin dilini bilmək də qələbənin yarısıdır. Doğru olanı budur ki, hər dil daha bir insan deməkdir. Həm də eyni vücudda daha bir insan. Bu hesabla da 5 dil bilən insanın vücudunda 5 nəfər insan var deməkdir. Sübhanallah. İnsanın danışmaq qabiliyyəti Allahın biz insanlara bəxş elədiyi, həm də bizdən başqa heç bir canlıya bəxş eləmədiyi çox böyük, çox gözəl, çox özəl bir nemətdir. Bircə onu təsəvvür edək ki, bizdən başqa danışan, danışmağı bacaran daha başqa bir canlı yoxdur yer üzündə. Bütün canlılar ancaq özlərinə xas cürbəcür səslər çıxarda bildikləri halda Allah Cəllə Cəlaluhu biz insanları dillə, danışıq qabiliyyəti ilə təmin edib bizə bu qədər mühüm, bu qədər dəyərli bir nemət bəxş etmişdir. Biz danışa bilirik, biz fikirlərimizi dilə gətirə bilirik. Biz özümüz kimi insanlardan oluşan bu gen dünyada o insanların hər biri ilə hətta onların öz dilində danışa bilirik. Onlarla anlaşa bilirik. Başqa-başqa millətlərlə fərqli dillər verdiyi halda Rəbbimiz hələ bizə o dillərin hamısını öyrənmək, o dillərdə danışa bilmək qabiliyyəti də bəxş edib. Hələ səsimiz, Rəbbimiz bizə bir-birindən fərqli, bir-birindən gözəl səslər də bəxş edib ki, o səslərin sayəsində biz hiss və həyəcanlarımızı, bəzən qorxumuzu, bəzən heyrətimizi də ifadə edə bilirik. Bizim bir insan kimi sahib olduğumuz səsimiz, o səsin başqa-başqa tonlarında istifadə edərək danışa bilməyimiz yerin, göyün ən böyük möcüzələrindən biri deyilmi? Həm də heç bir qarşılıqsız bizə bəxş edilən möcüzə. O zaman biz nə qədər nankör məxluquq ki, bütün bu nemətləri bizə bəxş edən o ilahi varlığa borcumuzu qaytarmağa cəhd göstərmirik. 5 dəqiqəlik ibadətləri də ona çox görürük.
Hər boş məşğuliyyətlə vaxt tapa bilirik, ancaq özümüzü qurtarmaq anlamında aqibətimizdə çox mühüm rolu olacaq, həyatımızda əhəmiyyətli yeri olan namazı qılmırıq. Bəs axı Allahın qəzəbi də var, həm də o qəzəb şiddətlidir. Sevgidən deyilsə də qorxudan Allahın yolunu tutmağa tələsin. Ey insanlar, sonra çox gec olar. Unutmayın, Cənab Allahın sevgisi sonsuzdur, ancaq qəzəbi də şiddətlidir. Sizcə də insanın dilinin olması, danışa bilməsi, fikirlərini dilə gətirərək onu başqaları ilə də paylaşması, fərqli dillərdə danışan insanların da dilini öyrənməsi, o dildə də danışa bilməsi gözəl nemət deyilmi? Bəlkə Allah Cəllə Cəlaluhu bu dili bizə ona görə bəxş edib ki, biz insanlar bu dildə ona ibadət edək, namaz qılaq, Quran oxuyaq, dua edək. Bir müsəlmanın öz ana dilindən sonra səlis öyrənməyə çalışacağı dil ərəb dili olmalıdır. Çünki Quran-ı Kərim ərəb dilindədir. Çünki Cənab Allah insanlığa ərəb dilində müraciət edib, hökmlərini bizə ərəbcə bəyan edib. Bir müsəlmanın dinləyə biləcəyi musiqi də Quranın avazı, onun avazla oxunması olmasıdır. Musiqi ki, müsəlmanlara haramdır, o zaman qulağımızın pasını silən də gözəl avazla oxunan Quran olmalıdır. Bu qabiliyyətlərin hamısını təkmilləşdirməsi, inkişaf etdirməsi, həyatımıza tətbiq edilməsi insanoğlunun bütün varlıqlardan üstün tutulmasının ən bariz sübutudur. Bu da deməkdir ki, Yaradan bizi sevə-sevə yaratmışdır. Bizi şərəfli varlıqlar kimi xəlq etmişdir. Biz də çalışmalıyıq ki, onun niyyətinə layiq olaq, onun sevgisinə namazlarımızla, dualarımızla qarşılıq verək. Həyatımızı onun hökmlərinə uyaraq yaşayaq, onun verdiyi qabiliyyətlərdən layiqincə istifadə edək. Adəm övladına əmanət edilən bu dünyanın əşrəfi olmağı bacararaq ömür sürmək hər birimizin boynuna düşən vəzifədir. Bizim həyatımız həm ibadətlərlə geri ödənilməsi vacib olan bir borcdur, həm də həyatımızın gediş rotası doğru istiqamətidir. Çünki Cənab Allahın biz qullarına belə bir vədi də var ki, heç yerə sapmadan gediləcək belə bir yolculuğun sonu cənnətdir inşallah. Elə isə unutmadan verdiyi saysız hesabsız nemətlərdən əlavə hələ bir də bizə danışan dilləri, üstəlik yalnız biz insanlara bəxş elədiyi o əvəzsiz qabiliyyəti, o dəyərli neməti bəxş edən Allaha sabah axşam şükr edək. Elhamdülillah. Allahu aləm. Bir söhbət nə olaydı? Hər Adəm övladı hələ lap ömrünün başında təxminən 10-12 yaşından sonra çox çətin baş çıxarda biləcəyi mürəkkəb bir dünyaya doğulduğunu anlayar, belə bir gerçəkliyi anladığı gündən də hər addımda rastına çıxan günahlardan qorunmaq istəyər. Çünki insan fitrətən düzgün yaşamaq istər, vicdanını hər cür ləkədən qorumaq istər. Bunun üçün hətta yeri gəldikcə gücünün yetdiyi qədər mücadilə də aparar. İnsanlığın müəyyən qismi ancaq vicdanının qəbul elədiyi kimi yaşamağı seçər, daşıdığı kimlik üçün nöqsan sayıla bilən, əxlaqına yaraşmayan, onu gözdən sala bilən belə yaramazlıqlardan heç birinə həyatında yol verilməsin deyə bunun üçün tədbir alar, cəfa çəkər, əlindən gələni eləməyə çalışar. Təbii ki, bu yolu tutanların mənəviyyatında hər şeydən əvvəl güclü, sarsılmaz bir iman olmalıdır ki, o iman da o insanın xarakterində əvvəlcə qətiyyət, sonra cəsarət, sonra da yetərincə fədakarlıq əmələ gətirsin. Ancaq o zaman o insanın şəxsiyyəti o imana uyğun şəkildə formalaşa bilər. Belə bir iman sahibi çətin, həm də çox çətin olan bu yolda sabit qalar, heç nəyə uymaz, heç nəyə təslim olmaz, inadla doğru yol üzərə irəliləyə bilər. Dünyada belə insanlar çox deyilsə də, az da deyil. Ancaq necə şeydirsə, yolunu azmaqdan, Allahın razı olmadığı əməllərə əl atmaqdan, bununla da günaha bataraq, Allahın qəzəbini qazanmaqdan qorxan insanların sayı həmişə az olmuşdur. Bunda da mütləq dərin bir hikmət var ki, Yaradan özü müqəddəs kitabında hər zaman belə olacağını bildirmişdir. Hər nemətin az olanı daha dəyərli olduğu kimi, burada da insan kalitəsinin səviyyəsi onun az olması ilə məhz ancaq bu yerdə bir istisna təşkil edərək düz mütənasib olur. Necə deyərlər, yaxşıdır ki, azdır ya da azdırsa yaxşıdır. Bu hikmət daha gözəl anlaşılsın deyə belə bir misala baş vurmaq yerinə düşər. Biri var,
Sayı bilinməyən bir çoxluqdan qucaq dolusu qamarlayıb götürəsən, sonradan o götürdüyünü safçülük edərkən aralarında çoxlu sayda zay məhsul da aşkar edəsən. Biri də var ki, o nemətdən bir-bir seçə-seçə baxıb götürəsən. Təbii ki, bu halda o nemətin arasında zay məhsula rast gəlmək hardasa mümkünatı olmayan bir şey olacaq. Şübhə yoxdur ki, insanlığın düzgün yaşamaq istəməsi, günahlardan çəkinməyə çalışması onun fitrətindən gələn zəruri bir instinktdir. Ancaq bu dünyanın min bir fitnəsinə, nəfsləri əsir almağı bacaran naz-nemətin çəkici gücünə dirəniş göstərmək yolunda insanların öz iradəsindən gələn gücü, qüvvəti, düzgün niyyəti olmasa, o instinktin bu qədər ağır baskıya, nəfislərin uyub getdiyi, sonu cəhənnəmdə bitəcək o sürüşkən yola müqavimət göstərməyə gücü yetməz. Necə ki, elə yetmir də. Bir insanın düzgün yaşaması üçün, yanlışlardan qorunması üçün o insanın əvvəlcə doğru ilə yanlışı bir-birindən ayırmağı bacarması lazımdır. Bunu da hər kəs öz ağlına, öz düşüncəsinə görə eləyə bilməz. Bu doğru olmaz. Çünki nəfislər hər kəsi aldada bilər. İnsana yalan mesajlar verə bilər. Onun hamıdan yaxşı olduğunu söyləyər, ona davamlı təriflər deyərək can sahibini buna inandıra bilər. Və təəssüflə qeyd eləməliyik ki, insanlığın çoxu bugün bu yoldadır. Hər kəs özündən razıdır, hətta çox razıdır. Heç kim günahını boynuna almaq istəmir. Hər kəs özünü doğru yolda bilir. Belə olduqda da hər kəs hamını haqsız, bir tək özünü haqlı sayır. Üstəlik aradan zaman keçdikcə belə bir sürüşkən yola çıxanların sayı azalmaqdansa hər gün daha da artmaqdadır. Çoxluq gələcəyindən, daha doğrusu axirətindən elə arxayındır ki, sanki bu barədə Allahla arasında artıq bir anlaşma da var. Halbuki ən qorxulu, ən təhlükəli yol da elə budur. İnsanlığın böyük əksəriyyəti özünə bu qədər məftun olmasaydı, özündən müştəbeh halı ilə şeytana uymasaydı, insan cəmiyyətlərində onun hər əmrini yetirən tağutlar ordusuna tabe olmasaydı, doğru yolu bulmaq o qədər də çətin olmayacaqdı. Heç bir gündə, bu gün də çətin deyil. Şanlı bir yol keçərək, arxasında gələcək nəsillər üçün ləyaqətli bir iz buraxıb getmiş yolçu da var, yol da var. Yetər ki, o yolçunun getdiyi yolu təqib edərək o yola düşənlərdən olasan. Nə qəribədir ki, onlarla olmazların adlarının dəqiq çəkildiyi, hesabının aparıldığı günahların da, salih əməllərin də bir-bir siyahıya alındığı bir elm dəryası varkən, insanlıq hər cür həqiqəti, o həqiqətin heç vaxt olmadığı, bundan sonra da heç vaxt olmayacağı yerlərdə axtarır. Bəlkə də heç xəbərləri də yoxdur ki, bütün bədbəxt olacaq insanların bəlası bu cür yollarını azmaqdan, insanlığı xəlq edən Allahın kitabı Quran-ı Kərimdən uzaq qalmaqdan gəlir. Allahım, nə olaydı, bir gün gələydi ki, çoxluğun zehni açılaydı, gözü doğruları görəydi, ağlı düzgün çalışaydı ki, sonunda cümlə aləm də o doğru yolu bula biləydi. Allahım, nə olaydı, insanlar doğru istiqamət götürməyi mübarək Quran-ı Kərimin səhifələrindən başlayardılar. Sırat-ül müstəqimədək uzanan o yolu heç yerə azmadan qət edə biləydilər. Sonunda da bizi yaradan o ilahın, Allahın Cəllə Cəlaluhu huzuruna çıxan o yolun bəxtəvər yolçularından olaydılar. Nə olaydı Allahım, nə olaydı? Bu gözəl dualar bir gün Çin olaydı. Amin. Allahu aləm.